Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Kardeşler, bir şey hatırladım size. Əhl-i Sünnə və Cemaatın minhəcinin xüsusiyyətlərindən biri də odur ki, Əhl-i Sünnə və Cemaatın minhəci birləşdirir, cemaat edir, parçalamır. Ona görə də Əhl-i Sünnə vəl Cemaat adlanıb. Niyə görə Əhl-i Sünnə və Cemaat adlanıb? Çünki sünnə əhlidirlər. Quran və sünniyə tabi olurlar. Həm əqidələrində, həm müamilələrində, həm əxlaqlarında, həm əməllərində. Və sünnədə insanları neynir? İnsanları birləşdirir, cemaat edir. Və buna görə də Əhl-i Sünnə və Cemaat adlanırlar. Nə üçün? Çünki sünnə birləşdirir. Bunun tam əksi olaraq isə Əhl-i Bid'ə vəl Furqa adlanır. Bidət və parçalanma əhli. Niyə görə bidət və parçalanma əhli adlanır? Çünki bidətin xüsusiyyətlərindəndir ki, bidət həmişə parçalayır. Bidət parçaladığına görə bidət əhli və furqa əhli adlanır. İndi siz fikir verin. Dəvət başlayandan Əhl-i Sünnə hamısı cemaat idi. Bir yerdə idi. Cəm idi. Qardaş idi. Bir-birinə can deyib can eşidirdi. Elə ki, bidət, təkfir fikri gəldi, cemaatı neynədi? Cemaatı parçaladı. Birləşdirmədi. Bu nəyə dəlil oldu? Bu dəlildir ki, o təkfir fikri bidətdir. Nə üçün? Çünki birləşdirmədi axı. Sünnənin xüsusiyyətlərindən biri nədir? Birləşdirmək, cemaat eləmək. Bir şey parçalayırsa, o sünnə ola bilərmi? Xeyr, nədir o? Bidətdir. İndi bax, bu məsələyə baxın. Biz dəvət başlayandan eyni minhəcliyik. Eyni etiqaddıyıq. Eyni əqidədiyik. Və qamət getdi, oturdu, taziklərlə dəyişdi. Biz dəyişmədik ya. Buna biz tələbələr bu barədə lənətləşə də bilərik ki, dəyişən biz olmadıq. Dəyişən qamət oldu. Gedib taziklərlə oturub durandan sonra dəyişdi. Taciklər özləri də dedilər ki, qamət bura gələndə 2002 fikirlərində idi, biz onu format elədik. Qamət dəyişəndən sonra gətirdiyi təzə minhəc cemaatı birləşdirdimi, yoxsa parçaladı mı? Əlbəttə ki, göz önündədir ki, qamət dəyişəndən sonra onun gətirdiyi təzə minhəc cemaatı neynədi? Cemaatı paramparça elədi. Heç təkfirçilərin parçalamadığı kimi cemaatı parçaladı. Yəni təkfirçi minhəcindən də çox cemaatı neynədi? Parçaladı. Bu da nəyə dəlalət edir? Bu da dəlalət edir ki, qamətin gətirdiyi təzə minhəc sünnə ola bilməz. Qamətin gətirdiyi təzə həddadi minhəci bidətdən başqa heç bir şey deyil. Ona görə də qardaşlar, o minhəcdən və o minhəc əhlindən, o minhəci gətirənlərdən uzaq durun. Selamun Aleyküm və Rahmetullahi və Berekatuhu.